Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzda size hansı hündüşkalarımız yumurtlayıb, neçə ədəd yumurtlayıb, onların son vəziyyətlərindən danışacağım. İlk öncə ama ora keçmədən öncə istədim cücələrimizi sizə göstəreyim. Yenə çölə buraxmışdım, qəşəng gün var. Bugündən artıq havalar düzəldi, şükür Allaha ki. Bugün bizdə 19-20 dərəcə isti göstərir. Buraxmışam çölə, istədim həm onları yaxından göstərim. Ətli cücələrimiz də oradadır. Bu taxtalar buranın düzəldəndə qalıb, onları götürüləcək, onlara fikir verməyin. Deməli 24 dənə cücəmiz idi. Hamısı sağlamdı, amma içində görürsünüz, məsələn, biri o boydana qalıb, içində bir iki dənə zəif falan vardı. Amma bunların maşallah olsun ki, vəziyyətləri yaxşıdır. İçində buraxmalarım da var. Onlar görünür zaten. O qaradır, ağdır. Bir də o əsl buraxmadır. Geri qalanlar qarışıqdır. Yəni onların ayağını tükün görüb buraxma deməyin, onlar qarışıqdır. Bunların son vəziyyətləri budur. Maşallah olsun, bir problemləri yoxdur. Bugün ayın 21-idir. Onu da deyim sizlərə, bayramınızı təbrik edirəm sizin hamınızın. Sadəcə videonu 22 atacağım. Çünki 21'i bayram günlərində video atanda izlənmə biraz az olur. O da statistikanı aşağı salır deyə bunu 22 atacağım ki, izlənmə aşağı düşməsin, yaxşı izlənsin. Bayram günündə hamı bayram edir, bir-birinə qonaq filan gedir, izləyən elə də olmur. Ona göre statistika düşür aşağı. Bu da bizim ətli cücələrimizdir, uşaqlar. Bunlar bu günləri 29-cu günləridir. Yəqin ki, 29-cu günlərdə, düzdür. Bu günləri bunların 29-cu günlərdə, hələ 29 günlərdə tamam olmayıb. Dünən axşam, yəni 28-ci gün axşam çəkdim. Baxın, bu iki xoruzu çəkmişəm uşaqlar. Bu xoruzdan bu xoruzu çəkmişəm. 2 kilo 100 qram biri idi, 2 kilo biri idi. Diri çəkisindən gedir söhbət. Bir dənə də fərəni çəkdim. Daha hansı idi? Bəlkə də o fəri idi. 1 kilo 800 də fəri idi, diri çəkisi. 3 dənəsini çəkdim, hamısını çəkmədim day. Bunlar da sizə çəksin demək istədim ki, yəni bilin ki 28-29 günündə belə çıxır. Amma bir şey də deyim ki, yəni bundan bir 300 qram, 200 qram aşağıda ola bilər. Daha çox bəlkə ola bilər, yəni çox böyük fərq olmaz da, bir 100 qram, 200 qram kimdəsə artıq ola bilər. Yəni təxmini 28 günündə, 29 günündə bu çəkidə olurlar. Dünən dediyim kimi 28-ci günü idi, dünənləri çəkmişəm, onların çəksin. Artıq bundan sonra günbəgün uşaqlar bunların çəkisi elə artacaq da. Elə bil hər gün çəkəndə görəcəksiniz ki, 30 qram, 50 qram, 100 qram, 200 qram nəsə üstünə dayanmadan gələcək bunların. Şükür Allah ki, hələ bir şey yoxdur. İnşallah sağ-salamat böyüyərlər. Baxın, bunları artıq yəni havalar xoş olanda, vaşı xoş olmasa belə böyüyəndə mütləq şəkildə, yəni demirəm yağışda buraxın çölə, amma mən buraxıram çölə, belə otdan filan yeyirlər ki, ot yeyirlər, torpaq yeyirlər, qum yeyirlər. Bunların ətlərinin dadlı olmasına kömək edir. Yoxsa uşaqlar, məsələn deyirəm də sizlərə, bunları daimi ilə şəkər yemlə bəsləsəz, bu dükanda aldığınızdan, yəni o alırıq dükandan, broiler cücəsi alırıq. Dükkanda aldığımızdan heç bir fərqi olmaz. Yəni ona görə bunları belə çölə buraxıram ki, ot yesinlər, gəzsinlər, atlansınlar, əzəlləri bərkisin, ot yeyirlər, ətlərinin dadı dəyişir. Beləcə dükan toyuğundan fərqli olurlar da, ətlərinin dadı. Bir də orada deyil cücəmizin heç. Ətlərinin dadı dükan toyuğundan dadlı olur. Elə daimi yemlə saxlasınız, vallahi heç dadı olmur. O saxlamağınızın bir önəmi də qalmır da. İndi bunları mən kəsəcəm 45 günündə filan, 45 gündən 50 gündə kəsməyə başlayacağım ki, onda daha yaxşı olurlar. Ona kimi həm daha çox ot yeyəcəklər. Kəsimə az qalmış qarğıdalı qırığıdır, qatıram yemlərinə, buğda da qatıram yemlərinə. Beləcə həm ətlərin də dadı dəyişir, sırf yem iyisi gəlmir ətlərindən. Ot filan da yeyirlər. Ətləri kənd toyuğundan, elə bil ətli kənd toyuğu düşünün də elə olur. Yəni inanın ki, mən səmimiyyətimə, saxlayanlar mütləq ki, bu cür saxlayanlar biləcək. Saxlamayanlara da 100% garanti verirəm ki, valla dükan toyuğu dadı ümumiyyətlə gəlmir. O mağazadan aldığımız, marketdən aldığımız toyuğun dadı ümumiyyətlə gəlmir. Ətli elə bilsən kənd toyuğu yeyirsən də, daha gözəl ətli kənd toyuğu. Mən ona görə bunları çox sevirəm. Özellikle qızartmasını falan, yəni bayılıram da qızartmasına, belə demək lazımsa sizə. Bu da tekrar bunları göstermeyen adı yoktu. Dediğim kimi içinde sadece 3 tane təmiz qan buraxmamız var. Geri qalanlar qarışıqdır. Onlar da zaten kənardan da baxanda bəlli olur olan içində. Mənim ağ buraxmam yoxdur, qara buraxmam yoxdur. Amma axı mən bilirsiniz ki, cinsləri bir-birindən cütləşdirirəm də. Cins dediyim yəni limon buraxmanı blue buraxma ilə cütləşdirirəm. Blue buraxmanı gold buraxma ilə cütləşdirirəm. Yəni hamısını qarışdıran bir-birinə, elə rəng çıxmağı yəqin ki normaldır. Çünki mənim toyuqlarımın, yəni buraxmalarımın qanında light buraxmanın da qanı var.
Yəqin ki, indi nə cürsə çıxıb da o cür belə bir ağ rəngdə cücəmiz çıxıb. İndi bəlkə də o atam ağ rəngdə olmayacaq, artıq boynunda, boğazında boz çillər hiss eləməyə başlayıram. Yəqin ki, o Light Brahmanın qanından düşən cücələrdən, qalan cücələrdən biridir. Çünki nəslində olduğunda çıxan cücələrin içində çıxma şansı da artır. İndi keçək hündüşkaları sizə göstərim. Neçə ədəd yumurtadılar, neçəsi yumurtayıb hamısını bəsləyim sizlərə. Hündüşkalarımız da burada eşələnirdiler. Gəldim bunların yanına. Bunları da sizlərə göstəreyim. Dostlar, hündüşkalarımız bu il bizi çox gecikdirdiler. Bilmirəm səbəbi nədir, niyə oldu belə. Amma elə hündüşkamız var ki, artıq 40 gündən çox cütləşib hələ də yumurtamayıb. Yəni ilk cütləşməsindən artıq 40 gün keçib hələ də yumurtamayıb. Normalda cütləşdi 10 gün sonra, bir həftə sonra, maksimum 12, 10, maksimum 15 gün sonra yumurtayır. Cəmi bircə dəfə 20 gün sonra yumurtayan olub məndə hündüşka. O da yəni nadir hallarda olan bir şeydir. Normalda bir həftə sonra, 10 gün sonra, maksimum 12 gün sonra yumurtayırlar bunlar. Amma təəssüf ki, bu illəri burada nə oldusa, nə problem yaşandısa, hündüşkalarımız gecikir. Artıq bu da aydan çoxdur, 40 günə yaxınlaşır. O hündüşkamızdır, yox bu hündüşkamızdır. Bu hündüşkamızdır, artıq 40 günü ötüyüb, hələ də yumurtamayıb. Obrisilar da bu hündüşkamızdır. Dünənləri birinci yumurtasını yumurtayıb. Bugünə yoxdur yumurtası, yumurtamadı yəqin ki. İndi bilmirəm, axşama doğru yumurtayar, yumurtamaz. Onu bilmirəm. Ama dünənləri yumurtayıb. Normalda da hündüşkalarda belə bir xasiyyət var da. İlk yumurtasını yumurtayır, bir gün ara verir. Yəni yumurtamır. İkinci yumurtasını yumurtayanda artıq dalbadal yumurtayır. Normalda hamısı elə olub da. Bu illəri o da olmadı. Məsələn, bu hündüşkamız var. Bunun hekayəsini sizlərə danışmışam. Qısa da üstündən keçim də. Keçən il düşünün də, yəni qışda çıxmış hündüşka idi. Yaz ayında cəmi 5 aylıq idi. Özü çox cır qalmışdı. Qışda çıxmışdı deyə. Çox balaca da, yəni balaca bir toyuq boyda idi, belə deyim sizlərə. Cütləşdi uşaqlar. İlk yumurtasını yenə yumurtadı, sonra bir gün ara verdi. Ondan sonra bütün sona qədər dayanmadan hər gün yumurtadı. Bir də sonuncu yumurtasını, axırıncı yumurtasını qırt yatdı. Elə bil bir gün ara verdi, sonra qırt yata axırıncı yumurtasını yumurtadı. Dayanmadan hər gün yumurtayır. Bu gün isə uşaqlar, bu yetsi uşaqlar 2 dənəsini yumurtayır, bir gün ara verir. 2 dənəsini yumurtayır, bir gün ara verir. Bu fərə quşumuz da, o da başlayıb yumurtaya. O da həmçinin 2 dənəsini yumurtayır, bir gün ara verir. Deməli 5 dənə o yumurtayıb, 8 dənə, 7 dənə, 8 dənə o yumurtayıb, ana hündüşkamız yumurtayıb. Bir də dediyim kimi o hündüşkamız dünənləri birinci yumurtasını yumurtadı. İndi 100% ki, bugün yumurtamayacaq, çünki gün aşırı olduğunu. Yəni belə deyim də, məndə bu cür gün aşırı yumurta nətər olurdu? Elə bil 4 yumurta, 5 yumurtadan nə bilim, sonra bir gün bir də gördün ortada nəsə ara verirdi də hündüşka. Belə bir şey olmuşdu. Heç o da çox vaxt olmurdu. Dediyim kimi keçən illər o hər gün yumurtamışdı. Heç o da olmurdu. Amma bu illəri o da başıma gəldi. Niyə bu qədər belə gecikdirirlər yumurtaların? Yemləridir normal qabaqlarında. Ot zaten görürsünüz ki, yetəri qədər ot var. Özünüz videoda şahid olursunuz. Yəni həyətin böyüdür. Ot yetəri qədər yeyirlər. Yem yeyib yetəri qədər. Yəni düşünün, axşam yemi tökürəm qabaqlarına da, gündüzün tökmürəm də, gün orta. Akşam yemi tökürəm, yeyirlər, yem qalır qabaqlarında, doyurlar, yem qalır qabaqlarında. İpirus hələ səhər təzdən də gedirəm, bu səfər qabağında dura məcbur eləm ki, yesinlər. Yəni səhərə qədər hələ yem qabaqlarında qalır. Səhər təkrar üstünə davabqa eləyirəm, yəni əlavə eləyirəm. Təkrar yedizdirməyə çalışıram ki, qoy bol yesinlər. Amma məsələn bu illəri belə bir hal baş verdi də bizdə. İndi hər il bir zaval gələn kimi bu ildə budur da hündüşkalara gələn. Hündüşkalarım çox gecikəcək, düşəcək may ayının, hətta bu yumurtamayan hündüşkalarım may ayının axırına düşəcək. Bu da mənim üçün heç lazım deyil. İndi hansısa dağlıq rayonlarda yaşayanlar, sizlər tərəfdə hava sərin olursa siz çıxarda bilərsiniz. Amma mən Aran rayonunda yaşayıram, Saatı rayonunda. Bura isti olur. Yəni bura may ayında çıxan hündüşkadan yəni olmur da. İndi deyirsiniz ki, Ayxan, deyirdin ki, aprelin axırı hündüşkalarım çıxsa yaxşıdır. Mənə aprelin axırı lazımdır. Aprelin axırı ilə mayın axırının arasında nə fərq var? Bir ay ortada fərq var. Uşaqlar, bir ay çox böyük fərqdir. 10 gün, 15 gün belə çox böyük fərqdir də bunlar üçün. Ona görə yəni bu il hündüşkalarım biraz mənə elə gəlir ki, zəif olacaq. Təbii ki, indi hal-hazırda gözləyirəm ki, 40 toyuğum olsun, 40 toyuq bastırım olsun. Yumurtayan yumurtaları heç olmasa yığım onların altına. Biraz heç olmasa bir 15-20 dənə hündüşkam arağaş olsun da. Yəni aprelin axırı çıxmış olsun. O da ki, sakit 40 toyuğum yoxdur. 40 toyuq çoxdur, amma sakit yoxdur. Yəni o hündüşka yumurtalarında götürüb hansı dəli toyuğun altına, yəni yatmağına, 40 yatmağına bələd olmadığım toyuğun altına yığa bilmərəm. Ona görə gözləyirəm ki, sakit, anaç toyuqlar
yumurtalardan qırt yatan olsa, o hündüşka yumurtaların yığım onların altına. O da hələ ki o sakit toyuqlardan yoxdur. İndi bir dənəsi var. Onun altına yığmaq istəyirəm. O da o macar cinsi olan ördəyimiz uşaqlar dayanmadan yumurtlamağa davam edir. Artıq 38-ci yumurtasını yumurtadı. Hələ sanki yatmaq fikri də yoxdur. Ağ dişi ördəyimizdə o sizə deyirdim ki, keçən videomda dedimi, dişi ördəyimiz nəsə gün aşırı yumurtlayır. Yəni bunun da bir səbəbi var. Mütləq şəkildə gün aşırı yumurtlamamalıydı. Xəstələnmiş demə. Axırı elə bil o sizinlə sonuncu çəkdiyim videonun sabahısı gördüm ki, ördək təmiz yeməkdə çətinlik çəkirdi, artıq xəstələnib. Düzdür, dərman verdim, ayıltdım, amma artıq o yumurtadan kəsildi. Onun da yumurtaları qalıb. İndi o təzədən indi bir həftə sonra, 10 gün sonra təzədən yumurtlamağa başlayacaq, amma onun da yumurtaları qalıb, saxlaya bilmərəm. İndi bir dənə sakit toyuğum var. O yumurtaları inşallah onun altına yığmaq istəyirəm, bastırmaq istəyirəm. Yəni qısacası hal-hazırda sakit toyuğum, qırt yatan toyuğum yoxdur ki, bu hündüşkanın yumurtalarını yığım. Bura amma toyuqlarım yatıb. Onlar zaten qırt yatmaqda elə də professional deyirlər. Yumurtanı zay eləməkdən başqa bir şey bilmirlər. Onun altına yığa bilmərəm. Bir dənə də hürkək dəli toyuqlardan deyim də. Hürkək toyuqlardan biri yatıb, onun da altına yenə yığa bilmərəm. İnşallah sakit toyuqlarımızdan qırt yatsa, çox gecikdirmədən bu hündüşkanın yumurtalarını yığacam onun altına. İndi inşallah digərləri də qısa vaxtda yumurtlamağa başlayır. Demək o hündüşkamızla bu hündüşkamız qalıb yumurtlamayan. Zaten 50 dəfə cütləşiblər. Belə biraz da əsəbimdən deyirəm 50 dəfə. Zaten 50 dəfə cütləşiblər. İlk cütləşmələrindən də artıq gör nə qədər müddət ötüb. Yəni heç vaxt belə bir şey başıma gəlməyib. Mən gözümü açandan bizim həyətimizdə hündüşkamız olub. Qonumda, qonşuda, qohumda, əqrəbədə heç vaxt kimə deyirəm, amma o qədər gec niyə yumurtasın ki? Yəni heç vaxt mənim belə bir şey başıma gəlməmişdi də. İlk dəfədir bu şey başıma gəlir. Amma izləyicilərimdən də yorumda yazanlar var idi ki, hündüşkan bir ayda cütləşib yumurtamır. Demək ki, bu ildə nəsə bəzi hündüşkalarda bu problem var da, hər il fərqli bir şey çıxır. Qısacası hündüşkalarla da bağlı belə uşaqlar. O bir dənəsini yumurtlayıb, ana balaca hündüşkamız 8 dənəsini yumurtlayıb, bugün 8-ci yumurtasını yumurtlayıb səhər. O da 5-ci yumurtasını yumurtlayıb, fərə quşumuz da 5-ci yumurtasını yumurtlayıb səhər. İndi görək axırı nə olacaq, inşallah yaxşı olar. Bir də bu hündüşkamızı da göstərim sizlərə. Bu da o 2 dənədən qalandı. Birini kəsdik, 5 kilo 200 diri çəksi vardı da, keçəndən sonra çəksin çəkmədim onu, maşallah olsun, yaxşıymış elə. Bir də bu qalıb, indi bunu da bir neçə günə yəqin ki kəsərik də, indi ehtiyac olanda kəsəcək. O da orada qalıb. Gölümüzü də göstərim sizlərə. Qağaylar filan da gəlib gölümüzə, yəqin ki səslərini eşidirsiniz. Bunlar Xəzər qağayısı gedir. Bu şəhərdə yaşayanlar, Bakıda yaşayanlar və yaxud ki görənlər orada tanıyarlar da. Bunlar Xəzər qağayısı olaraq gedir. Adları, rəsmi adları elədir. O tərəflərdə daha çoxdur. Buralarda biraz azdır. İndi burada insan daha çox gəzirdiğini, buralarda birazdır. Orada da bir nəfər tor qururduğunu, oradan çoxu hürküb gəlib bu tərəfə. Bunların da səslərindən mənim çox xoşum gəlir. İndi sizin başınız ağrır da bilər, amma mən səslərindən çox xoşum gəlir. İndi mənim biraz şeydir, telefonum yaxşı göstərmir bunları. Göydə də var, çox uçurlar göydə də. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Çox xahiş edirəm, videonuzu dostunuzla, tanışınızla paylaşın ki, daha çox izlənmə gəlsin. Yorum etməyi də unutmayın. Videolarıma sona qədər baxın dostlar. Bəzən suallar verirsiniz. Sualın cavabı zaten videonun içində var, amma sualı mənə təkrar verirsiniz. Ona görə videolarımıza çalışın, sona qədər baxın. Geri qalan suallarınızı da inşallah mütləq cavablandırırım zaten.